Yaşad Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün ikinci intellektual marafon baş tutub. Vətən müharibəsində qazanılan zəfərin 5-ci il dönümü çərçivəsində gerçəkləşən layihə 16-23 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edib. Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı və yeni bilik və bacarıqların əldə etmələrinə dəstək olub. Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə saatları keçirilib. Həmçinin qaliblər və bütün marafon iştirakçıları müxtəlif qiymətli hədiyyə, mükafatlarla təltif olunublar. Yaşad Fondu tərəfindən şəhid övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur. Bu cür layihələr şəhid övladlarının sosiallaşmasına, dayanışmasına, həmrəliyinə öz töhfəsini verir və təbii ki, bu formada olan layihələr, tərəfdaşlar, dəstəkçilər olmadan bu cür layihələr həyata keçirilmək çətin olar. Mən öz növbəmdə bu layihənin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşların hər birinə ayrı-ayrı təşəkkür edirəm. Bugün bu intellektual marafonun iştirakçılarından biri də mənəm. Mən Xankəndi komandasının üzvüyəm və bu günə qədər elədiyimiz intellektual yarışmalarda aktiv iştirak etdiyimizi düşünürəm. Yaşad Fondunun indiyə kimi bir çox görüşlərində, tədbirlərində, düşərgələrində iştirak etmişəm. Buna yay məktəbi də aiddir. Almaniyada 9-cu sinifdə ora getmişdim Yaşad Fondu ilə birlikdə. İndi də Yaşadın ikinci intellektual marafonundayam. Şuşa komandası ilə birlikdə yarışa da atılmışam.